Əlavə qidaya keçiddə ən çətin hissə nədir bilirsiniz? Körpənin heç nə qəbul etməməsi. Əlavə qidaya başlayanda Adəm nə meyvələri, nə tərəvəzləri sevirdi. Hər gün fərqli dadlar sınayırdım, amma çox vaxt 1-2 qaşıqdan sonra qəbul etmirdi. Bir ana kimi bu dövrdə mənim üçün ən vacibi həm tərkibinə güvəndiyim, həm də onun rahat qəbul edə biləcəyi seçim tapmaq idi. Son zamanlar əlavə qidada malük sıyıqlarından istifadə edirik və həqiqətən bu mərhələ bizim üçün daha rahat keçməyə başladı. Hazırlanması çox rahatdır, tez həll olunur, topa olmur və bir neçə dəqiqəyə hazır olur. Ən önəmlisi isə Adəmin dadını rahat qəbul etməsi oldu. Çünki hər ana bilir ki, körpə yeməyi sevməyəndə əlavə qida dövrü çox yorucu ola bilir. Tərkibində olan dəmir və yod körpələrin zehni inkişafı və qavrama qabiliyyəti üçün vacib rol oynayır. Vitamin və minerallar isə böyümə və gündəlik aktivlik dövründə orqanizmin ehtiyaclarını dəstəkləyir. Bu dövrdə mənim üçün ən vacibi onun həm rahat, həm də enerjili olmasıdır və bu gündəlik həyatımızda hiss etmək həqiqətən çox önəmlidir. İndi əlavə qida saatlarımız əvvəlkindən daha rahat keçir. Malük isə Adəmin sevərək qəbul etdiyi seçimlərdən biri oldu. Malük, hər qaşıqda sevgi var.